Belə bir sual verilmiştir. Sualda deyilir ki, qonşu bucaqlardan birinin 50%, digərinin 40%-dən 27 dərəcə çoxdur. Bu bucaqların fərqini tapın. İlk öncə 50% deyilirsə, bu bucaqları A və B şəklində işarə edə bilərik. Tutaq ki, bir bucaq A-ya, digər bucaq isə B-yə bərabərdir. Qonşu bucaqlar olduğundan bu bucaqların cəmini 180 dərəcə götürə bilərik. Digər tərəfdən birinin 50%, yəni A-nın 50%, 0.5A bizdə bərabər olmalıdır. Digərinin 40%-dən, yəni 0.4B 27 dərəcə çox. Üzərinə 27 dərəcə gəlməliyik. Bunu sadələşdirsək, bu ifadənin hər iki tərəfini 2-yə vura bilərik. O zaman buradan alarıq ki, A bərabərdir 0.8B üstəgəl 54 dərəcə. Daha sonra bu A-nı gətirib yuxarıda bərabərlikdə yerinə yazsaq, yəni 0.8B üstəgəl B-miz 1.8B üstəgəl 54 dərəcə bizdə bərabər olur 180 dərəcəyə. Buradan biz 1.8B bərabərdir 126 və B-ni 70 dərəcə tapmış oluruq. Əgər B 70 dərəcədirsə və onların cəmi 180-dirsə, o zaman A-mız 110 dərəcəyə bərabər olar. Bizdən isə bu bucaqların fərqi tələb olunur. O zaman 110-dan 70-i çıxsaq, fərqimizi 40 dərəcə tapmış olarıq.